O birisi nəsli axırda bizə qalacaq. Nəhnul varisun. Yer üzündə varis və kulli aləmdə varis bizuq. Necə ki xaliq bizuq, biz sənin əlimə vermişuq, axırda da varis bizuq. Bir növ nəhnul varisun huvel əvvəlu vəl axərin, bir növ kainat aləmində Allahla bu aləmə nisbət və insana nisbət rabitəsidir. Allah əvvəldə və axırdan bizə bu nemətləri verib. Həm o nemətlər də axırda Allahın varisi Allahdır. Bizim əlimizdə deyil. Biz bir kirayədə oturmuşuq. Bəli. Eyni halda ki, kirayəyə oturan iki növdür. Bəzi adamlar ildən ilə dəyişərlər. Biz 70 il, 50 il, 60 il kirayədə oturmuşuq. Ondan sonra köçəcək, ayrı davranış olacaq. Nəhnul varisun. Ya o sifətlər ki, Quranda var və ərz elədim, məzmundan istifadə olunur ki, bunları sonra izah eləyəcəm, amma fehrist formasında deyirəm. Allah katibdir. İnna lahu katibun. Amma katibliğin mənası nədir? Gələ araşdıraq. Çünki Allah özünə nisbət verir. Biz katibuq. Ya nəktubu ma qəddamu. O feillidir. Burada innan lahu katibun. Huvəl-ləzi yuhyi və yumit. Əlbəttə hədislərdə var muhyi və mumit. Burada Allahın mumitlik sifəti. Allah mumitdir də. Öldürəndir də. Canlar alandır da. Allah şəfidir. Sifətlər. Quran buyurur ki, ləysə ləhum min dunillah vəliyyun və la şəfi. Bunlar 10 danadır ki, yerində danışacaq. Bunları çıxmağına 133 dan olar ki, məzmundan istifadə olunur. Amma o birisilər Allahın elə nisnad verilib Allaha. Allahu innallaha alimun hakim. İnnallaha məsələn Allahu huvel veli. Ya sair sifətlər ki, bir oxuyacaq. Ustad, bəs niyə elə 99 belə məşhur olub? Ərz edirəm. Hədislərdə, bəzi hədislərdə var, Allahın adlarını ki, gətiribdir, 1001 dənədir. Məsələn, Coşan Kəbir də Allahın 1001 də adı gəlib. Bəzi rivayətlərdə var, belənci məzmundadır ki, Allahın 4000 adı var. Bir sıra hədislərdə də bir cür bir məzmun var ki, indi ərz eləyəcəm bu nə formadır, nə mənayədir. Amma bu ki, Şeyx Səduq Məanil Əxbarda bir hədis gətirib, Allahın əsma-i husnası 99-dan adı. Bu əvvələn, bilirsiniz, ismilər bir-birinə girir, daxil olur, biri əhatəlidir o birinə. Məsələn, Allah Rəbbidir. Çün Rəbbilik nədən irəli gəlir? Çün xaliqdir, çün qadirdir. Allah qadirdir, xaliqdir, sonra Rəbbidir. Və Rəbdir, məsələn, razıqdir. Şafiydir, şəfa verəndir, razıqdır, hadidir. Bunlar hamısı girir o Rəbbi sifəti. O məcmuə, elə bir dənə universitetdir. Bu universitetdə 99 dənə fakültə var. Bəli. Hər fakültənin içində müxtəlif elmlər oxunur, müxtəlif fənnlər oxunur. Amma bu 99 dənə əsas budaqdır. Doğrudur. Allahın əsma-i husnası ki 99 dənə də hədisdə vardı, bu əsas budaqlardır. Bunlardan nə olur? Ayrılır xırda budaqlarda. Bir ağac kimi oxşasın. Əlbəttə bu 99-da da mümkündür qeydə bir ayrı sifətlərdə yığcam ola. Məsələn, Allahda. Məsələn, Allahın iki növ sifəti var. İndi ərz eləyəcəm. Zat sifəti Allahda birləşib, fe'l sifəti ədlidə birləşib. Tamamı zati sifətlər hamısı yığır olur Allah. Tamamı fe'li sifətlər yığılır olur ədlun. Allah adildir. Aləm işgüzarlıq baxımından Allahın məxluqudur bu aləm. Allah kullə yevmin huvə fişən. Allah hər gün bir işdədir. Bu iş baxımından baxsın aləmə ədalət. Qeydir ham. Allah Rəbbiliği də ədlidəndir, razıqlığı da ədlidəndir. Hamısı qeydir də ya. Bu ana sifətə ədlə. Bil ədli qamətis səmavatı vələrz. Göylər və yer nə ilə bərpadır? Ədlinə. Ona görə Allah indi ərz eləyəcəm, ədli səbəb olub ki,
Allah müxtəlif aləmdə varlıqlar yaratsın, müxtəlif istedadlar versin insanlara. Ən-nasu məadinu zəhəbi vəl-fissə. İnsanlar filiz, mədənlər kimindir? Biri gümüşdür, biri qızıldır, biri misdir. Niyə? Çünki aləm ədalət ilə idarə olunur. Ədalətin mənası musavat deyil, eynilik deyil. Çünki aləmdə eynilik olsa, aləm cəmiyyət idarə olunmaz. Bəli. Cəmiyyətdə idarə olunmaq budur ki, hər nə meyl yaransın, birində mühəndislik meyli yaransın, birində həkimlik meyli yaransın, birində dərzilik meyli yaransın, birində ayrı sahəçi bəşərə ehtiyac var. Bu, biraz qeydir insanın daxilindəki maraqa, biraz qeydir insanın daxilindəki o istedada. İnsanların belənci bir təfavütləri var. O təfavütlər Allahın ədalətindən irəli gəlir. Əlbəttə, bunun mənası deyil ki, insanlar ki, mütəfavitdirlər, onlardan eyni məsuliyyət istəsin. Aləm lazımdır təfavüta. Baxın, bir dənə idarə istəsə idarə olunsun, hamı orada, məsələn, deyə mən istəyəm müdür ola. O idarədə hamı müdür ola. İş qabağa getməz. Heç də olmaz, biri cəh mavin ola, biri cərə o inzibatçı ola, biri maliyyə işin görə, biri ayrı sahə. O idarəyə uyğun, lazım olan işlərə uyğun adam ola. Aləm də cürdür. Ona görə aləmdə təfavüt var. O təfavüt qeydir ədalətə. Çünki aləm ədlinə idarə olunmalıdır. Ədlin mənası budur ki, hər şey öz yerində olsun. Hər şey öz yerində nəzm bərqərar üçün təfavüt lazımdır. Və illa nəzm bərqərar olmaz. Ki, bunu inşallah Allahın feili sifətlərini danışanda geniş izah eləyəcəm. Amma sualınızın cavabını da istədim ərz edeyim ki, Allahın bir sifətləri, zat sifətləri də hamısı yığır Allahda. O feil sifətləri də hamısı yığır ədlidə. Bil-ədli qamətis səmavatı vəl-ərz. Göylər və yer ədlinlə bərpa olubdur, hər şey. Allahın xaliqlığının da sistemi ədlinəndir. Razıqlığının da sistemi ədlinəndir. Musavatla da ya ədlinəndir. Bu, inşallah izah olunacaqdır. Məqsəd budur ki, bu 99 dana eyni bu formadadır. Bəzi Allahın əsması və sifətləri o birisi əsma və sifətlərin içindədir. Doğru. Elə bir siz bir güldür, getdirsən açılır. Amma bir gül bir dəfə açılar. Amma Allahın əsma-i hüsnası ismilər sayı qədər açılar. Büküləndə də olar Allah, büküləndə də olar Adilun. Doğru. Bu sirri bu 99-dan sifət. Amma burada bir məsələ yaranır. Bir bəzən işlədərik Allahın sifətləri, bəzən işlədərik Allahın isimləri. Aya bunların fərqi var ya yox? Bəzi həm təfsir yazanlar, həm irfan bəhsində araşdıranlar, həm də elə ilahiyyat bəhsində araşdıranlar, hər üçündə də bu bəhs vardı. Əlbəttə, qədim zaman bu bəhs çox araşdırılardı. Allahın əsma və sıfatı. Və yeri var yenə də bu bəhs yenidən araşdırılsın, yenidən yeni maarif əldə olunsun. O da budur ki, əgər bir sifəti Allaha nisbət olaraq nəzərdə alasan, zat və o sifət, onlar ism. Məsələn, Allaha da yox, alimun. Amma bir sifəti fəqət kəmal olaraq nəzərdə alasan, məsələn, elm, onlar sifət. Qudrət, həyat, elm, bunlar izzət, hamısı sifət, hikmət, sifətdir. Amma bunlardan bir sifət, bizzat düzəldəsən ki, Allaha nisbət verə biləsən. Allah alimdir. Elmi yox, Allah alimundur. Onlar ism. Allah həkimundur. Onlar ism. Hikmət Allahda bir kəmaldır. Həkimlik Allahda bir ismidir. O kəmalın adına deyiblər sifət, ismilərə deyiblər Allahın əsması. Bəzən də dəyişiklik olur. Dəyişiklik bu fərqi də biz Quranda görürük ki, Allahın əsmasını sifəti formada, yəni zatı nəzərə alaraq deyiblər.
Quranda gəlməyib Allahu hikmətun. Quranda gəlib Allahu Həkimun, Allahu Əlimun. Quran içdiyib Allahı əsma-i husna ilə tanıyın. Quran özü əsma deyəndə nə forma deyibdi? Elə o zatı nəzərdə alıbdı. Biz ərəbi termində deyək, müştəq formasında deyibdi. Nə o məsdər formasında. Doğrudur, bəli. Ərəbdə ümumiyyətlə belə bir qanun var. Məsələn, bir yerdə gələndə ayrı-ayrı məna verir, ayrı-ayrı gələndə bir məna verir. Belə bir də ola bilər, məsələn, izə iştəmə'a iftərəqa, izə iftərəqa iştəmə'a. O vaxtı ki, iki də məsələn, fəqir və miskin kimin sözlərdədir. İkisi də ismidir. Aha. Amma burada biri mənbədir, məsdərdir, kökdür. Biri o kökdən alınmış bir sifətdir. Yəni, məsələn, elmi kökdür, kökdən alınmış bir sifət olur alim. Ona alimə deyərlər əsma-i husna. Bu elmə deyərlər ki, kökdür, yəni bir də kəmaldır. Deyək, Allahda elmi var. Çün Allahda elmi var, olur alim. İndi nə cür var, soralar danışadıq. Ha, Allahda elmi var, bizim tayımız elmi deyək ki, gəlmola. O, sonra danışacaq, Allahda elmi var, nə mənayadır? Lakin hələ biz indi ibtida sözlər danışırıq. Allahda elmi var, yəni bu sifət Allahda var. Bu sifət Allahda var, ona görə bu sifətə görə biz Allaha nə deyirik? Deyirik, alimdir. O alimə deyərlər ism, əsma-i husna. Təşəkkür ederiz. İcazənizlə qısa bir fasilə ayıraq. Dəyərli izləyicilər, verilişimizdən ayrılmayın. Az bir fasilədən sonra birlikdə olacaq. Öz suallarınızı yazın, bizə göndərin.